Salamlayıram hər birinizi yeni mövzu izahatımızdan. Bugün sizinlə biz birlikdə 14-15-ci əsr Azərbaycan mədəniyyəti haqqında danışacağıq. Elə isə başlayaq. İlk öncə biz bu dövr Ağqoyunlu, Qaraqoyunlu dövlətlərinin ümumiyyətlə dövlət quruluşu barədə, onların siyasi quruluşları barədə məlumat verək. Ümumiyyətlə Ağqoyunlu və Qaraqoyunlu dövlətləri yadda saxlamalıyıq ki, heç bir zaman mərkəzləşmiş bir dövlət olmayıblar. Bunun əsas səbəbi isə o dövrdə köçəri həyat tərzi sürən elatlar və həmçinin də ki, soyurqal torpaqlarının paylanması idi. Və bu səbəblərdən dolayı heç cürə bu dövlətləri, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərini mərkəzləşdirmək mümkün olmurdu. Ümumiyyətlə, Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin siyasi quruluşuna nəzər salsaq, biz onların adı barədə danışanda deyirdik ki, onların, yəni ümumiyyətlə Qaraqoyunlu dövlətinin qurulması ilə Oğuzlar yenidən siyasi tarix səhnəsinə çıxış eləmişdilər. Oğuzların hakimiyyəti ələ keçirməsi onların artıq yenidən hakimiyyətə gəlməsi deməkdir. Deməli, Oğuzların əvvəlcə də dövləti olub, düzdürmü? Səlcuq dövlətini yadımıza salaq. Oğuzların Səlcuq dövlətindən qabaq da öz dövlətləri olmuşdur və bu onların Türk dövlətçilik ənənələrinə sahib olmasından bizə xəbər verir. Deməli, Ağqoyunlu və Qaraqoyunlu dövləti Oğuzların davamçıları və həmçinin Türk dövlətçilik ənənələri ilə zəngin olan bir dövlət idarəçilik sisteminə malik idilər. Və bunun da üzərinə biz bir də Monqol elementlərini gəlirik. Monqolların dövründə də Azərbaycanda bir sıra Monqol dövlət idarəçiliyi elementləri bizim Türk dövlət idarəçiliyi ilə qarışmış və bu Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin idarəçiliyində göz önündə canlandırılmışdır. Davam edək. Biz danışaq bu dövrdə ümumiyyətlə idarə etmə sistemindən. İlk öncə bizim dövlətlərimizdə Qaraqoyunlu və Ağqoyunlu dövlətində hökmdar padşah titulu daşıyırdı. Bəzi hökmdarlarımız burada sultan titulu qəbul edib. Bunlardan biri Uzun Həsən, digəri isə Qara Yusifin oğlu Pir Budağı idi. Belə ki, 1410-cu ildə bildiyimiz kimi Qara Yusif özünü yox, məhz oğlu Pir Budağı sultan elan eləmiş. Sadəcə olaraq qısa müddət ərzində Pir Budaq dünyasını dəyişdiyinə görə yerinə özü hökmdar olaraq, padşah olaraq dövləti idarə eləmişdir. Uzun Həsən isə sultan titulu qəbul etməsinin əsas səbəbi o dövr mövcud olan Osmanlı, Teymurilər kimi özünü güclü bir hökmdar göstərmək istəməsi idi. Güclü hökmdarların sultan titulu daşıdığına fikir vermişdi. Gəldik indi əsas danışaq idarə etmədə. İdarə etmədən padşahlar, padşah dövlətimizin idarəçisidir, qeyri-məhdud səlahiyyətlərə malikdir, dövlətin başçısıdır. İkinci sırada bu dövrdə gəlir Əmr-ül-Ümarə. Əmr-ül-Ümarə kimdir? Əmr-ül-Ümarə ordu başçılarına verilən tituldur. Bunlar qoşun başçılarıdır. Bu titul onlara padşah verir və həmçinin onun sözləri bütün əmirlər, bütün sərkərdələr üçün belə deyək ki, qanunu idi və bütün ordu işlərinə birbaşa o əmr verirdi. Elə bilin ki, orduların ali baş komandanı idi. Davam edək. Üçüncü vəzifə Sədr-Əzəm. Sədr-Əzəmin digər adı isə Mövlanadır. Mövlana, yəni bu adamlar əsasən dini işlərə rəhbərlik edirdilər. Müsəlman ruhanilərin başçısı idi. Bunların əlində əsasən vəqf əmlakına nəzarət etmək, dini idarələrə belə deyək ki, rəhbərlik etmək bunların əsas belə deyək məqsədləri idi. Yadda saxlayaq, bu üçüncü şəxsimiz oldu Sədr-Əzəm, digər adı ilə Mövlana. Dini işlər. 4. Danışırıq baş vəzirdən. Baş vəzir. Baş vəzir isə ölkənin daxili xarici siyasətində mühüm rol oynayır. Ölkənin belə deyək ki, işlərini idarə edir. Bundan başqa maliyyə işlərinə baxır və həmçinin belə deyək ki, Ali divana rəhbərlik edərək sahibi divan adlanırdı. Ali divan nədir? Ali divan bu dövrdə biz danışası olsaq məşvərətçi orqandır. Sadəcə olaraq hökmdara məsləhətlər verməklə bilinir və bu ali divana rəhbərlik edən baş vəzir isə sahibi divan, divanın sahibi adlanır. Davam edək, danışaq biz burada kənqaş. Kənqaş nədir bəs? Kənqaş isə qapalı məşvərətçi orqandır. Ali divan hər kəs iştirak edə bilər. Amma kənqaşda sırf sülalənin nümayəndələri, əmr-əl-ümarələr, hökmdar nəsli ilə qohum olan şəxslər iştirak edə bilər və bura qapalı məşvərət orqanıdır. Burada əsasən sülh, müharibə məsələləri müzakirə olunur və yaxud da ki, varislik məsələləri əsasən kənqaşda belə deyək ki, müzakirəyə çıxarılır. Deməli, Ali Divan
hər kəsə açıqdır. Sadəcə hökmdara məsləhətlər verirlər. Kənqaş isə qapalı məşvərət orqanıdır və burada sırf hökmdar nəslindən olanlar, sərkərdələr, böyük əmirlər iştirak edə bilər və burada sülh, müharibə və həmçinin də vərəsəlik məsələləri, varislik məsələləri həll olunurdu. Davam edək. Danışaq bu dövrdə digər vəzifələrimizdən. Təvaçi. Təvaçi kimdir? Təvaçi isə bu dövrdə elə bilin ki, müasir dövrdəki səfərbərlik xidmətdir. Təvaçi əsgər toplanması işinə nəzarət edir. Gəzir, əsgərləri toplayır şəhərlərdən və onların sayını dəqiqləşdirir. Onların sayını belə deyək ki, qeydiyyat aparır. Təvaçi kimdir? Müharibə zamanı ordunu toparlayan, vilayətlərdəki qoşunların saylarını hesablayan, onları hesaba qatan, belə deyək ki, səfərbərliyə çağırış xidmətdir. Bunu yadda saxladıq. Təvaçidən də çıxaq, danışaq bu dövrdə son bir qazıdan. Qazılar kimlərə deyilir? Qazılar isə bu dövrdə əsasən deyilirdi ki, bunlar məhkəmə işlərinə əsasən rəhbərlik edirlər. Məhkəmə işlərinə rəhbərlik edir və sadəcə olaraq məhkəmə işlərinə baxırdılar. Qazılar isə məhkəmə başçılarıdır, şəriət qanunları ilə dövləti idarə edirlər. Davam edək, biz beləliklə idarə etməyə baxdıq, danışaq indi isə ordudan. Ordu o dövrdə iki hissəyə bölünürdü. Deməli, elatlardan toplanan ordular və bir də xassə əsgərləri. Elatlar o dövrdə köçəri həyat tərzi yaşayan maldarlardır. Və elatlar ordunun əsas hissəsini təşkil eləmirlər. Onlar sadəcə müharibədən müharibəyə toplanırlar. Lakin xassələr isə daimi əsgərlər kimi sayılır. Onlara hər ay xidmət müqabilində maaşlar verilirdi. Belə deməli, ordunun əsas hissəsində həmçinin xassə əsgərləri təşkil edirdi. Ordu iki qrupa bölündü. Elatlardan, xassələrdən toplanan əsgərlər, elatlar köçəri tayfaları idi. Onlar daimi maaş almırdılar sadəcə. Olaraq hərbi əməliyyat zamanı maaş alırdılar. Xassə əsgərləri isə belə deyək də illik maaş alırlar. Ölkənin daimi qoşunu kimi bir şeydirlər və ordunun əsas hissəsini xassə əsgərləri təşkil edir. Yadda saxladıq. Davam edək. Orada bu dövrdə ox, kaman, qılınc, nizə bu kimi silahlarla silahlanırlar. Ordunun əsasında süvari qoşunlar durur və bundan başqa qaravul adlanan dəstələr var idi ki, bu qaravullar əsasən kəşfiyyat xidməti edirlər. Bu dövrdə iki dənə musiqi aləti, belə deyək, nağaralar, təbillər əsasən qalibiyyət çalınandan sonra digər uzun zurnalar var idi ki, bunlar gərənaylar adlanır. Həmən bu gərənaylardan isə döyüşə, hücuma keçən zaman istifadə olunurdu. Danışaq torpaq mülkiyyət formalarından. Bu dövrdə yenə eyni torpaq mülkiyyət formaları demək olar ki, qalır. Divan, dövlət torpağı deməkdir. Xassə, hökmdara məxsus olan torpaq deməkdir. Mülk, irsən keçən torpaqdır. Vəqf isə nə idi? Dini idarələrə məxsus olan torpaqlar. Lakin Ağqoyunlu və Qaraqoyunlu dövlətləri dövründə xidmət qarşılığında verilən yeni torpaq mülk formaları var. Bunlar nə adlanır? Bunlar isə adlanırlar soyurqal. Soyurqal nədir? Soyurqal Monqol dilində bəxşiş deməkdir. Bəxşiş, hədiyyə və bunun iqtidadan çox fərqi var. Birincisi, bunun sahibi vergi toxunulması hüququna malikdir. Vergi ödəmir. İkincisi, bu torpaq irsən keçir. Görmüşük xidmət qarşılığında olan torpaqlar şərt olur, düzdür, irsən keçmir. Ancaq soyurqal həm irsən keçir, həm də soyurqalın sahibi vergi ödəmirdi və buna görə də soyurqal torpaqlarının paylanması Ağqoyunlu və Qaraqoyunlu dövlətləri dövründə ölkənin mərkəzləşdirilmə siyasəti aparmasına əsas maneə olan səbəblərdən biri idi. Davam edədik. Bu dövrdə əsas ölkənin gəlirini isə əhalidən toplanan vergilər və həmçinin belə deyək, ticarət, digər ölkələrlə aparılan iqtisadi əlaqələrdən əldə olunan gəlir təşkil edirdi. Həsən Padşahın qanunnaməsi. Qanunnamə bildiyimiz kimi ilk dəfə Mərzban ibn Məhəmməd Salari hökmdarı tərəfindən qəbul olunmuşdu. Daha sonra biz bunu Osmanlı Sultanlığında da gördük. Belə ki, 2-ci Mehmet də qanunnamə imzalayıb hazırlamışdı. Həsən Padşah da öz dövründə qanunnamə imzalayıb. Onun qanunnamə hazırlamaqda əsas məqsədi ölkəni həm iqtisadi, həm siyasi cəhətdən gücləndirmək və həmçinin də vergi sahəsini nizama salmaqdan ibarət idi. Və o qanunnaməsini qəbul elətdirir. Qanunnaməyə görə 1. Vergilər
biraz azalır. Həmçinin 2. Əsas vergi olan mal cəhət vergisi var idi ki, həmən vergi 5də 1 qədər azaldılır. Və bundan başqa Həsən Paşa öz qanunnaməsində tamğa adlanan sənətkarlardan alınan vergini ləğv etməyə çalışmışdı. Lakin tamğa vergisini öz belə deyək dövründən danışan tarixi qiyasi əsəri var ki, bu əsərdə bildirilir ki, Həsən Paşa tamğanı ləğv etmək istəyir, lakin əmirlərin çoxu bunu narazılıqla qarşılayır. Bu da məcbur qalır tamğa adlanan verginin miqdarını yarıdan da az şəkildə toplanması barədə qərar qəbul edir və beləliklə tamğa vergisi həddindən artıq yüngülləşir. Daha sonra Həsən Paşanın etmək istədiyi bu tamğa vergisinin ləğvi məsələsini Şah 1-ci Təhmasib Səfəvilər dövründə 1565-ci ildə ləğv edəcəkdir. Lakin tamğanı ləğv edə bilirmi Uzun Həsən? Xeyr. Sadəcə olaraq nə edir? Yarıya azaldır miqdarını. Beləliklə bu qanunnamə daha sonraki yüzillik ərzində Səfəvilər dövlətində də işlək vəziyyətdə olub. Həsən Paşa qanunları olaraq yadda saxlanılıb və Həsən Paşa qanunları belə deyək ki 100 il ərzində yenə də qanunda qalacaqdı. Davam edək bu dövrün əsas vergilərindən danışaq. Bu dövrdə əsas bir nömrəli vergimiz adlanır mal cəhət. Mal cəhət torpaq vergisidir. Məhsulla alınan vergidir ki, miqdarı 5də 1-ə qədər azaldılmışdı Uzun Həsən dövründə. İkinci vergi bəhrə. Bəhrə vergisi isə sudan alınan vergidir. 3. Çobanbəyi. Çobanbəyi isə bu dövrdə otlaq sahiblərindən, yəni köçəri belə deyək ki, elat tayfalarından alınan vergi idi. Otlaq sahələrinə görə kimlərdən alınırdı bu vergi? Elatlılardan. Diqqətli olduq. Davam. 4. Cizyə. Cizyə can vergisidir. Xristianlardan alınır hər zamanki kimi və bir də qaldı geridə tamğa ilə bac. Monqollar dövründən qalma vergidir tamğa ilə bac, sənətkar və tacirlərdən alınırdı. Diqqət, bununla da bizim vergi məsələmizdə yekunlaşdı. Danışdıq vergi sahəmizdən. Davam edək biz bu dövrün iqtisadi dirçəlişindən. Belə ki 15-ci əsrin bu 30-80-ci illər civarı Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinin dövrü xarici müdaxilələrin az olduğu və dövlətin iqtisadi həyatının, şəhərlərin yenidən öz inkişafına keçid elədiyi bir dövrdür. Bu dövrün belə deyək ki, Azərbaycanda gəlib Azərbaycan şəhərlərini gəzmiş bir səyyah, İtalyan səyyahı var, Kantarini. O Kantarini öz əsərində vurğulayır ki, məhz Şamaxı şəhəri çox gözəl şəhərdir. Belə ki, Şamaxı şəhərini o Təbrizdən daha üstün sayırdı və deyirdi ki, Şamaxı şəhəri yaşamaqdan ötəri həm çox gözəl bir bölgədə yerləşir və məhsul da həddindən artıq burada çoxdur. Davam edək, ardı ilə məlumat verək. Bu dövr üçün Azərbaycan şəhərləri içərisində 15-ci əsrin ikinci yarısında bir nömrəli liman şəhəri Bakı şəhəri idi artıq. Buna qədər deyirik, bir nömrəli liman haradır? Dərbənd. Lakin 15-ci əsrin ikinci yarısında bir nömrəli liman şəhərimiz Bakı şəhəridir. Davam edək, danışaq. Digər bir tərəfdən İtaliya tacirləri bu dövrdə Azərbaycana əsasən xam ipək əldə etməkdən ötəri gəlirlər və bunun üçün də müxtəlif yollardan aralıqdan Qaralı dənizə, Qara dənizdən isə Volqa, Azov, Don çayından istifadə edərək bu xətlərlə Xəzər dənizinə gəlir və Xəzər dənizindən isə Azərbaycan şəhərlərinə gələrək xam ipəyi alıb Avropa ölkələrinə aparıb satırdılar və həmçinin Azərbaycanda istehsal olunan xam ipək bu dövrdə Osmanlı dövlətində olan toxuculuq müəssisələrinin xam malla təmin etməyə kömək göstərirdi. Bu da bizim iqtisadi dirçəliş haqqında bizim qısa bir məlumatımız oldu. Davam edək. Qaraqoyunlu və Ağqoyunlu dövlət dövründə xristian əhalinin vəziyyəti ilə ümumiyyətlə həm Qaraqoyunlu, həm Ağqoyunlu dövlətində xristianlar xüsusi bir təbəqə olublar. Xristianların daha doğru ali təbəqəsi xüsusi təbəqə olub. Niyə? Həm xristian kilsəsi bu dövrdə vergilərdən azad idi. Kilsədən vergi alınmırdı. Səbəb olaraq isə onlar xristian əhalinin müsəlman ölkəsinə Qaraqoyunlara, Ağqoyunlara tabe olmasında mühüm rola malik idilər. Digər tərəfdən xristian kilsəsinə məxsus olan torpaqlardan belə heç bir vergi alınmırdı.
heç bir xristian kilsəsinə aid torpaqdan, əmlakdan vergi alına bilməzdi və bu dövrdə bu xristianlar xüsusi imtiyazlara malik idi. Sadəcə xristian olan yerli əhali cizyə vergisi ödəməli idi və əssalam. Başqa hər hansısa bir şeydən danışmaq olmaz. Davam edək. 1441-də bir hadisədən. 3 Məhsin İrəvan şəhəri yaxınlığında yerləşən bir bölgədir. Bu 3 Məhsin adlanan yerdə xristian qıpçaqlarına aid bir kilsə var. Lakin ermənilərin katolikosluğu var idi bu dövrdə. Kilikiya adlanan ərazidə, bugünkü Türkiyənin ərazisində yerləşir, Sis şəhərində. Həmin şəhərdən erməni episkopu gəlir və Qaraqoyunlu hökmdarı Cahanşahdan xahiş edir ki, bizə İrəvanda bir yer verin. Və Qaraqoyunlu hökmdarı Cahanşah onların bu təklifini qəbul edir və erməni katolikosluğunun 1441-də mərkəzinin 3 Məhsinə köçməsinə beləliklə icazə vermiş olur. Ermənilər bura gəlirlər 1441-ci ildə Azərbaycanlı feodallar olan Əmir Rüstəm və Əmir Sədin oğlu Pir Budaqdan, daha doğrusu Pir Hüseyndən öz ərazilərini, 3 Məhsin ərazisini satın alırlar və burada özlərinə belə deyək ki, xristian qıpçaq kilsəsi olan 3 Məhsin kilsəsinin əsasında yeni bir kilsə inşa edirlər və həmin həm qıpçaq türklərinə aid olan kilsə, həm də öz tikdikləri yeni kilsə ilə birlikdə buranın tarixini saxtalaşdırmağa başlayırlar. Ümumiyyətlə Qərbi Azərbaycanda, Qarabağ bölgəsində bizim xristian albanlara aid çox saylı kilsələrimiz var. Ermənilər bura gələndən sonra isə buradakı xristian alban kilsələrini Qriqoryanlaşdırmağa, yəni öz məzhəbləri olan Qriqoryan məzhəbinə uyğun bəzəməyə, bəzək düzək verməyə, təhrif etməyə başlayırlar və beləliklə tarixi saxtalaşdıraraq xristian qıpçaqlara, həmçinin xristian albanlara aid olan xristian məbədlərini öz adlarına çıxartmağa başlayırlar və beləliklə 1441-də Cahanşahın yol verdiyi bu səhvlə birlikdə ermənilər artıq İrəvan bölgəsində yavaş-yavaş bir belə deyək ki, say artımı ilə öz soylarını artırmağa davam edirlər. Davam edək 15-ci əsr Azərbaycan memarlıq abidələri. Bu dövrdə Azərbaycan memarlığından danışası olsaq, Azərbaycanda həm Qaraqoyunlu, həm Ağqoyunlu dövlət dövründə, həm də Şirvanşahlarda mühüm belə deyək ki, memarlıq nümunələri var. Bunların sıralarına nələr daxildir? 15-ci əsr Şirvanşahlara aid olan bir saray kompleksi olan Şirvanşahlar saray kompleksi 15-ci əsr məhz Bakıda inşa olunmuşdur bu Şirvanşahlar saray kompleksi. Davam edir. İkinci olaraq Göy məscid 1465-ci ildə Təbrizdə inşa olunub və Qaraqoyunlu hökmdarı Cahanşahın belə deyək ki, göstərişi ilə inşa olunmuşdur. Davam edək. Danışaq biz digər bir məsələ Həsən Paşa məscidindən. Həsən Paşa məscidi 15-ci əsrə aiddir. Uzun Həsənin tapşırığı ilə inşa olunmuşdur. Həş-Behiş sarayı 1483-cü il. Osman Ağqoyunlu hökmdarı Yaqub Padşah tərəfindən məhz inşa olunması barədə qərar verilmişdir. Özünün belə deyək ki, həm Darüşşəfası, həm kitabxanası, həmçinin də müxtəlif belə deyək saray kompleksinin daxilində binalar olmuşdur ki, çox geniş ərazini əhatə edir bu Həş-Behiş sarayı. Davam. O dövr üçün 15-ci əsrdə dünyanın ən böyük qapalı bazarı Təbriz bazarıdır. Təbriz bazarı o dövr adı ilə Qeysəriyyə bazarı adlanırdı. 15-ci əsrdə Uzun Həsənin tapşırığı ilə inşa olunub Təbriz şəhərində yerləşir. Və beləliklə bu dövr bir də mədəniyyət barədə məlumat verəsi olsaq, həm Uzun Həsən, həm Qaraqoyunlu hökmdarları bu dövrdə mədəniyyət xadimlərini qoruyurlar, himayə edirlər. Sırf Uzun Həsən özü bu dövrdə Oğuzların tarixinin yazılması barədə tapşırıq vermiş, Oğuzların tarixi barədə kitab yazdırmış. Həmçinin həm Uzun Həsən, həm Qaraqoyunlu hökmdarı Qara Yusif Quranın türk dilinə tərcümə olunması barədə göstəriş vermişdirlər. Bundan başqa bu dövrdə Cahanşah həqiqi sonuncu hökmdarımız Qaraqoyunluların Cahanşah həqiqi təxəllüsü ilə
şeirlər yazmışdır və bu şeirlər də o dövrdə kifayət qədər məşhur idi və dövrümüzün ən belə deyək tanınmış musiqiçisi isə Əbdülqadir Marağay hesab olunurdu. Beləliklə biz 14-15-ci əsr əsas danışdıq mədəniyyət sahəsindən, mədəniyyətdə olan yeniliklərdən. Ümid edirəm sizin üçün açıqlayıcı bir izah oldu. Gələn mövzu izahatlarımızda görüşənə qədər sağ olun, salamat qalın.